Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. من الآن إلى يوم الدين. قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان صدق الله العلي العظيم. Sizləri xoş gördük, əziz və hörmətli izləyicilər. Ümid eləyirəm, Allah bu mübarək Ramazan ayında öz lütfünü, öz rəhmətini, öz məğfirətini dünyada möminlərdən, möminələrdən, müsəlmanlardan kəsməz. Və Allahdan istəyirəm ki, Allah bu mübarək ayda hər birinizin nə çətinliyiniz, nə müşkülünüz var, Allah onları həll eləsin və bu Ramazan, mübarək Ramazan ayını bizə axırıncı Ramazan ayı qərar verməsin. Bu ayın haqqında həmi Qur'an-ı Kərimdə, həmi hədislərdə, həmi rivayətlərdə çox söz deyilib, çox hökmlər deyilib. Biz naqis bəndələr ancaq və ancaq eləyə bilirik ki, bu naqis dilimizlə o deyilənlərinin bir nöqtəsini siz əzizlərə çatdıraq. Ona görə ki, bu mübarək ay elə bir aydır ki, məğfirətlə, rəhmətlə dolu bir aydır ki, o ayı olduğu kimi vəsf eləyib insanlara çatdırmaq bizim kimi naqis insanların işi deyil. Bu ayın vəsfini olduğu kimi insanlara çatdıran Peyğəmbərimiz və onun pak əhl-i beyti olubdur. Biz yalnız bu naqis dilimizlə onların sözlərindən bir nöqtə sizə çatdıra bilərik. Baxın, bu ay necə aydır ki, Allah öz bəndəsinin günahlarını bu ayda bağışlayır, öz bəndəsini bütün çirkinliklərdən paklayır. O bəndə əgər mübarək Ramazan ayından sonra özünü qorusa, özünü zahiri və batini çirkinliklərdən, günahlardan qorusa, bu insan pak bir insan olaraq dünyada yaşayar və pak halda da dünyasını dəyişər. Necə ki, Peyğəmbərlər və Peyğəmbərlərin nümayəndələri bu cür dünyada yaşayıblar və bu cürdə dünyalarını dəyişiblər. Allah Qur'an-ı Kərimin Bəqərə surəsinin 184-cü ayəsində buyurur: Şəhrur Ramazan, Ramazan ayı, Əlləzi ənzələ feyhil Qur'an. O aydır ki, Qur'anı bu ayda nazil eləyib. Hudən lil nasi,
Bu Qur'an ki insanları hidayət eləyir. Və bəyyinatin minəl huda vəl furqan, və bəyan eləyir haqq və batili biri-birindən ayırır. Əlbəttə, ayənin təfsirinə baş vursaq, çox söz danışmaq olar və lakin mən ayənin zahiri tərcüməsin sizin nəzərinizə çatdırdım. Allah buyurur, bu mübarək ay elə bir aydır ki, Qur'anı bu ayda nazil eləmişəm. Və dünyada bəşərin qanunu olan Qur'andır. Dünyada nə qədər insan varsa, dilindən, rəngindən, milliyyətindən aslı olmayaraq Qur'ana müraciət eləsələr, Qur'an onlar üçün bir qanun kitabıdır və Qur'anla həm dünyalarını, həm axirətlərini abad eləyərlər. Təəssüflər olsun, dünyada bir hissə insan Qur'ana müraciət eləyir, digər insanlar müraciət eləmirlər. Amma Allah bu ayədə buyurur, Hudən lil-nasi, bu Qur'an insanları hidayət eləyəndir. Yəni, burada Allah bu Qur'anı xüsusi olaraq bir dəstəyə şamil eləmir. Allah demək istəyir ki, dünyada əgər bəşər bu Qur'ana müraciət eləsə, bu Qur'an onları hidayət eləyər. Hidayətin mənası da budur ki, zəlalətin müqabilindədir. Yəni, xülasəsi budur ki, insan həyatında necə yaşamalıdır, necə hərəkət eləməlidir. Yəni, insan həyatını bütün ehtiva eləyən nə qədər dünyada əməllər var, hamısına şamildir. Yəni, düzgün yolu Qur'an-ı Kərim göstərir. Yəni, insan üçün, həm axirəti üçün, həm dünyası üçün hansı iş səlahdır, gözəldir, yaxşıdır, Qur'an onu insan üçün hazır eləyir və insana göstərir. Allah buna işarə eləyir ki, Hudən lil-nasi, bu Qur'an insanları hidayət eləmək üçün nazil olunubdur. Əlbəttə, biz tarixə baxsaq, görərik ki, hər o şəxslər ki, Qur'ana tabi olublar, Qur'anın göstərişinə əməl eləyiblər, həqiqətdə onlar dünyada da xoşbəxt olublar və axirətdə də ki, Allah söz verib onların xoşbəxtliyinə. Hətta dünyada Qur'ana tabi olanlar qətlə yetiriliblərsə, onların qətli belə xoşbəxtlik olub. Onların qətli belə onlar üçün gözəllik olub. Necə ki, İmam Hüseyn əleyhissalatu vəssalam və onun yaxınları Kərbəlada şəhadətə yetişdilər. Onun xanım bacısı, xanım Zeynəb buyurdu ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Baxın, İmam Hüseyn əleyhissalam bir nümunə olaraq mən göstərdim. Yəni, Qur'ana tabi olan istəyir dünyada 100 il yaşasın, istəyir 200 il yaşasın, istəyir 50 il yaşasın, istəyir o insan öz əcəli ilə dünyadan getsin, istəyir o şəhid olsun, qətlə yetirilsin. Bütün təqdirlərdə bu insan xoşbəxtdir. Bütün hallarda bu insan xoşbəxt bir insandır. Allah da buna işarə eləyir ki, bu Qur'an ki, mübarək Ramazan ayında nazil olunub, Hudən lil-nasi, və bu insanları hidayət eləyəndir. Və həmçinin haqq ilə batili ayırd eləyəndir. Əgər bir insan
Qur'ana tabi olmasa, haqqın nə olduğunu bilməz. Batilin nə olduğunu bilməz. Çünki haqqı və batili bəyan eləyən və ayıran Qur'andır. Ona görə də Allah bu ayədə bunu demək istəyir ki, ay bəşər, ay insanlar, siz bu kitaba tabi olun. Bu kitaba tabi olun ki, həm dünyada öz yaşayışınızı gözəlləşdirin və həm axirətinizi abad eləyin və həm də dünyada haqq nədir, batil nədir, əqidə nədir, gözəllik nədir, çirkinlik nədir, onların hamısını biləsiniz. Təəssüflər olsun, Qur'anın tabiçiliyində olmayanlar batili haqq bilirlər, haqqı batil bilirlər. Çünki Qur'ana tabi deyirlər. Amma Qur'ana tabi olanlar təbii ki, haqqla batilin nə olduğunu ayırt eləyə bilirlər. Ona görə də bizim imamlarımız, Allahın salamı olsun onlara, təkidlə bizə tapşırırlar ki, mübarək Ramazan ayında ciddi olun, mübarək Ramazan ayında diqqətli olun. Tək oruç tutmaq deyil, Ramazan ayında, mübarək Ramazan ayında oruç tutmaq vacibdir. Amma tək oruç tutmaqla yox. Hətta mən bir rivayət oxuyacağım sizə. Bu rivayətdən ələ bu gələcək ki, nə qədər mübarək Ramazan ayına imamlar tərəfindən, məsumlar tərəfindən diqqət olunubdur. Bir nəfər nəql eləyir, ravi nəql eləyir. Deyir, biz 8 nəfər idik, gəldik 5-ci imam Həzrəti İmam-ı Muhammed Baqir əleyhissalatu vəssalamın huzuruna. Gəldik ağanın xidmətinə və o məclisdə, o yığıncaqda mübarək Ramazan ayından söhbət açıldı. Mübarək Ramazan ayından söhbət elədik. İmam Baqir əleyhissalatu vəssalam bizə bu tapşırığı verdi. Və la təqulu haza Ramazanun və la zəhəbə Ramazanun və la caə Ramazanun. Baxın, mübarək Ramazan ayına olunan diqqət. Deyir, imam bizə tapşırdı, siz deməyin, bu Ramazandır. Siz deməyin, Ramazan gəldi. Siz deməyin, Ramazan getdi. Yəni, tək Ramazan sözünü işlətməyin. Tək Ramazan sözünü təklikdə işlətməyin ki, bu sözləri deməyin. Nəyə görə? Deyir, ravilər, insanlardan, o şəxslərdən biri sual elədi. Ağa, nəyə görə bunu deməyək? İmam Baqir əleyhissalam buyurdu, Ramazan kəlməsi Allahın adlarından biridir. Allahın adlarından biri Ramazan sözüdür. Əgər desək ki, bu Ramazandır, əgər desəz ki, Ramazan gəldi, əgər desəz ki, Ramazan getdi, mənası budur ki, yəni Allah gəldi, Allah getdi. Bu sözləri Allah haqqında demək olmaz. Bu sözlər o əşyaların, o vücudların haqqında demək olar ki, onlar əvvəli yox idilar, sonra oldular, sonra yoxa çıxdılar, təzədən oldular. Onların haqqında demək olar. Məsələn, deyə bilərsən ki, filan kəsdir, filan kəs getdi, filan kəs gəldi. Çünki bəşər yer üzündə yox idi, sonradan gəldi və bir gündə dünyadan gedəcək. İnsanlara bunu demək olar. Amma Allah haqqında bunu demək olmaz. Çünki Allah, imam buyurur, Vəl-əvvəlu vəl-axiru. O əvvəldir, o axirdir. Yəni onun
həmişə sabitdir. Amma sən desən ki, Ramazan gəldi, Ramazan getdi, bu Ramazandır, bu Allaha aid eləmək olmaz. Bu Allaha uyğunluğu yoxdur. Ona görə də imam buyurdu ki, siz belə deyin, qulu şəhrur Ramazan. Siz deyin Ramazan ayı. Ramazan ayı deyəndə artıq burada Ramazan sözünü nisbət verdiniz aya. Yəni Ramazan ayı. Tək Ramazan deməyin. Baxın, bu ay nə qədər məğfirətlə dolu bir aydır ki, Allahın adlarından bir bu aya qoyulub. Ona görə də imam buyurur, siz Ramazan ayı deyin və deyin ki, mübarək Ramazan ayı. Bu sözləri işlədin, tək Ramazan deməyin. Bundan bunu anlayırıq ki, Ramazan, mübarək Ramazan ayına Əhl-i Beyt tərəfindən çox diqqət olunub. Yəni, əlbəttə, mən bir dənə rivayətdir ki, sizə nəql elədim. İmam əleyhissalatu vəssalam bizə göstəriş verir, Ramazan kəlməsini necə işlədək ki, boş onu deməyin, ya mübarək ay deyin, ya Ramazan ayı deyin ki, orada qeyd olunsun, ayla qeyd olunsun. Yəni, imam bununla bizə çatdırır ki, Ramazan sözü Allahın adlarındandır və dəyərlidir və onu boşluqda işlətməyin. Boşluqda işlətdikdə bu şamil olar Allaha və nəticədə məntiq düz olmaz. Baxın, belə rivayətlər, belə hədislər Peyğəmbərimizdən mübarək Ramazan ayı haqqında çoxdur. Ona görə də bizə çoxlu sifariş olunub ki, bu ayda biz çoxlu dua eləyək, özümüzün və boynumuzda haqqı olanların günahlarının Allaha bağışladaq. Ümid eləyirik ki, biz bu mübarək ayda bağışlanmışlardan olacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.